Axır zamanda yaşayırıq. Qısa danışacağım. İnanclı insanlar və müminlər Əhl-i Beytə tabi olsunlar. Dönəmin imamına tabi olsunlar. Yəni indidən onun dediklərini yerinə yetirsinlər. Nədir onun sizdən istədiyi? O sizi hər yandan görür, izləyir və hər şeyin fərqindədir. Olayların, baş verənlərin, sizi aldadanların, yalan bilgilərlə sizi tələyə salmaq istəyənlərin hər şeyin fərqindədir. Çünki onun gördüklərini siz görə bilmirsiniz, onun bildiyini siz bilmirsiniz. Eylə dərin bilgilərlə sizi aldada bilənlər var, insi şeytanlar var. Din adından, Allah adıyla sizi imanınızı əlinizdən ala bilənlər var. İmanın bu axır zamanda qorumaq çox çətindir. Yəni əlində köz saxlamaq kimi. Hədis də var ki, axır zamanda insanlar axşam olaraq imanlı yatacaqlar, sabah imansız olaraq uyanacaqlar. Yəni bu dönəmlərə, bu günlərə işarətdir. Bizdən sizə məsləhət, kimsəyə aldanmayın, dini ibadətlərinizi yerinə gətirin, nə sağa, nə sola, nə önə, arxaya baxmayın. Yəni heç bir dövlətin din adamlarının, rəhbərlərinin çağırışına uymayın. Bu sizə Əhl-i Beytin tövsiyəsidir. Bu hər şeyi görən, hər yeri bilən imamın tövsiyəsidir. Kimsəyə uymayın, aldanmayın. Din adından elə gözəl danışanlar var, məndən də gözəl danışanlar var, hədis söyləyənlər olacaq, sizi aldadacaqlar. Mən Mehdiyəm deyə, mən haqq yolundayam deyə sizi aldadacaqlar. Getməyin. İsa gələnə kimi, İsa 2028-ci ildə gələcəkdir. Hakiki İsa bilinəcəkdir. Sahtələri də olacaqdır. Dəccalın da sahtə İsası, Mehdisi olacaqdır. Ona da aldanmayın. Ben sizinlə bərabər olacağım. İndi internet olmasa da bunu bilin. Aldanmayın, heç birini aldanmayın. Nə İranla, nə Türkiyədən, heç birindən. Mədət gözləməyin, şeytan hamısını örtmüşdür. Bütün hədisləri, dini bilgiləri, dini kitabları hepsini örtmüşdür. Örtülü